Hər video salamlayıram dostlar, kanalımıza, videomuza xoş gəlmisiniz. Yaddan çıxıb ki, mikrofonu qoşmuşam da, mikrofonu danışmaq əvəzinə burada gicdi edirəm, nəysə. Videoya keçməmişdən qabaq sizdən xahişim var, videomuza like atın, baxa bir nə qədər bəyənmə gəldi. Bu arada nə edirik bu videoda? Süni intellektlə hazırlanan videolara reaksiya verirəm. Alın qabağınıza qoyun, çörəkdən zaten, yeməkdən falan nəysə, çay falan, şokolad, makalad, nəysə, makaron zat fərqi yoxdur. Qoyun qabağınıza baxın. Tepkilərim yəni çox super olacaq. Süni intellektdə nələr var, yəni nə cür videolar hazırlayır, mənə də çox maraqlı gəlir. Çoxdan niyə mən süni intellekt videolarına tepki çəkmirəm? Bu nədir? Ayın nənənin beynini kisələyir, yoxsa nədir bu? Nənə deməkdə tələsmə biraz, nəysə. Borcum nə qədərdir ay qardaş? Qardaş demə lazım olar. Sən Şabanın nənəsisən, səndən pul almayacağam. Şabanın nənəsi deyir, səndən pul almayacaq qaqa. Yox əşi. Ağzuva King Kong. Ora bu nə danışır qaqa? Yox. Bu ayı çox təhlükəli aydamdır ki, videonun ardına baxmaq istəmirəm. Bəsdir. Nənə, ən sevdiyim mahnı hansıdır? Atışmamış əlimə yapış ceyranım, damcı yağış tökmə barış ceyranım. Cəmaət indi buna baxsa var, elə biləcək ki, əsl deyə bunlar. Allah haqqı. Elə adam var ki, yaşlı adamlar falan. Baxırlar deyirlər ki, əsildir, elə bilirlər əsildir. Amma ki, əsl oxşayır ha, yoxsa necə? Əsl oxşayır biraz. Atışmamış əlimə yapış ceyranım. Ah, niyə baxarlar? Nənənin də yadına salırlar mahnını, nənənin də ağlından çıxma bilmir. Utanmırsınız siz. Füzulilər də belə getdi. Nəyin Füzuli ki belə getsin? Baxa bir Füzulinin nə günahı var? Bibi buradan Füzulilərə nə demək istəyirsən? Ay qız, onlar kimi maşın adam yoxdur. Qıraqdan cəmaət də baxıb deyir ki, nənə nə deyir görəsən. Qıraqdakını ad deyirsən Füzuli deyə. Baxın çox şübhəli baxır. Füzulilər, baxın görüm nənə nə deyir. Təzə olaraq bununla görüşün, məsələni həll edin. Yəni ki, aranızda nə söhbət olub, nənə də ki, baxın da nənə də ki, Varzakon nənəyə oxşayır. TikTokda var ya, təsbih sat çevirən nənələr. Ona oxşayır, sifətinə baxanda bilinir. Temadır həqiqətən bu süni intellekt. O sən gedən gündən. Bu nə də la? Heç olmasa əlinə mikrofon falan verərdiniz. Bu nə də hamamda, gecə saat 1-də hamamda verdiyim konsert. Əlindəki şeyə baxın. Bu Helder Shoulders nədir? Ondan da deyəsən, əlində şampun deyəsən. Olmur pişik məndən. Nə gizlədim səndən. Elə darıxmış. Oy, qəşəng səsi var pişiyin. Maşallah. Səndən baba müğənni olar. Düz demirəm, Səvər xanım nə olur müğənni o balaca boydan. Pişikdən olmaz. Düz deyirəm də. Bir çay ver içiməm, bir çay ver içiməm. Bu nə deyə ancaq mahnılar. Ancaq indiki trend mahnılar nə çəkiblər. Kəşfiyyata düşməyə çeyliblər, niyə çeyliblər bilmirəm. Amma ki onu bilirəm ki, ağcıqanadlar qoymur yatmağa qardaş. Bax, bu tam ayrı məsələ. Allah rəhmət eləsin şəhidlərimizə. Süni intellektlə belə düzəltmək ayrı məsələdir. Vallahi düzəldim belə, ruhları şad olsun. Bu süni intellekt videosunu heç öyrənə bilmədim də necə düzəldirlər. Səbrim çatmaz mənim düzəltməyə. Bir dənə səhifə açardım TikTokda falan. Şəhidlərimizi belə düzəldib paylaşardım. Yəni prim üçün yox, sadəcə elə belə. Çünki şəhidlərə böyük hörmətim var. Bu nə videodur? Yala. Bu nə deyə elə bir əsildir. Allah, qızın yaxasında mikrofon falan baxın. Elə bir əsildir. Ay Nicat, ömrüm, səni yığıram, sənə zəng çatmır. Niyə? Bəlkə deyirəm durub gəlsən bizə. Promo Nicatlar elədi ya. Nicat, gör nə deyir Nicat. Allah haqqı taksi vatlığı mən elə Aynı sifətinə bax hala. Qoca adamların sifəti biraz qəribə olur. Fikir vermiş. Yorğun olurlar nədir? Maşında falan oturanda ağzı falan belə açıq qalır. Allah haqqı taksi vatlığı mən elə belə marağa elirəm. Belə Allah'ın olsun 2 dənə obyektim var, 2 dənə də maşın. Sən canı pəncərələri aç. O iyindən oturmaq olmur. Utanmaz qoca kişi. Dediyi sözlərə bax. Çox taksilər elə deyə Allah haqqı. Maşında elə küləyləyirlər ki, gəl görəsən. Mənim belə obyektim var, mənim belə maşınım var. Nə bilim nə. Nə bilim baş atma olmur. Balali deyil bu. Baxan kimi bildim ki, balali deyə. Bu necə düzəldilir o? Elə bir əsl uzaylıdır meyxana deyir, təsəvvür edin. Meyxanadan sizin üçün mənə öyrətməsin. Uzaylıların dili deyəsən bizim dilinə eyni olar, deyəyin ki. Onlar nə dildə danışır? Onlar deyəsən jestlərlə, mimiklərlə falan danışırlar. Nəsə uzaylılara inanmağım gəlmir mənim. Uzaylı deyəndə ki, yat planetli Azərbaycanda danışa gəlib səhv tutanlar bizdə səhv axtarmaz. Yoxsa səhv axtaranda gəlib bizdə səhv tutmaz. Bu vaxtda biraz araşdırma eləyəcəm yat planetlər haqqında. Desə adam falan aparırlar. Bu meyxanaçıdır, bu ağıllı yat planetidir. Bu eləməz elə şeyi. Üzünə baxanda bilinir. Baxın bir dənə gözlərinə baxın, yalnız nə şeyinsən sən. Azərbaycanda süni intellekt ilə hazırlanmış ilk klip. Ver əlini gəl gedək buralardan.
Və süni intellektlə belə kliplər falan hazırlamaq qəşəngdir. YouTube-da arada baxıram süni intellektlə bir dənə mahnılar hazırlayırlar. Bu da qəşəngdir. Yoksa yolumuz gedir üzü ayrılığa. Vermədi əlini gördünüz, utanmaz. Yox, sən əl çəkmir. Niyə əl uzatmırsan? Nə əlaqə? Tamam kanka, keçək o videoya. Bəs mən sənin telefonunda WhatsApp yazışmaları tutanda niyə danışmadın? Nəyə dillənim ki? Mən sənə dedim ki, o mənim xəttim deyil. Az böhtan at mənə. Bezdirmisən məni? Oya, bunu başı qaçıb deyəsən dostlar. Yüngülvari başı qaçıb. Düz deyirlər, meymunlarda baş olmur. Aliment nədir verəcəm? 3 karobka bananım olsa verəcəm. Əl çək. Əsəbdən hər gün ağacdan yığılmaqdan bezmiş. Aparıcıya baxın bir dənə, rejissor deyirlər deyən ki. Ona baxın bir dənə, elə tutub mikrofonu dayanıb belə. Nəsə hərəkət elə də, daha elinə sual alan ver, daha maraqlı elə, başa düşdün necə. O mikrofonu ver, mənə video çəkəcəm. Yazıq arvad, qışqırdı arvadı üstünə. Utanmaz meymun da bu nə deyirlər. Acı bir neçə gündür ki, yağan aramsız yağışlar sayəsində Bu bilirsin necədir, yağın aramsız yağış, bir ara güclü yağışlar leysan falan oldu. Onda paylaşıblar, düzəldiblər bunu. su pərisi olmuşam, rahat şəkildə gedib gələ bilirəm. Sən bir dənə qarnıva kimi süpər hissən. Yəni yaxşı mənadır. Qarından yuxarı nə bilim adamsan. Süpərsi olanda bir gözəllik falan yaranardı adamda. Görsə bunu da yaxşı düzəltməyib əslində. O əsl süni intellekdə bax nə düzəldi. Arxadan market 07. Arxada adamlar, evlər. Baxın da siz süni intellektin gücünə baxın. Pulu kənara qoysaq ən çox nəyə ehtiyacınız olar? Kənardakı pula bacı. Yetim meymun da məndən 5 betər nə gündədir. Yerdə toyuqlara falan belə kamerada adam əli var çəkirlər. Həqiqətən mənə də bu sual versələr belə deyərəm. Kənardakı pula çox ehtiyacım var. Süni intellekt 2026. Nənəmin statusa qoyduğu video möcüzədir bu. 2010. 2010-da süni intellekt olub uşaqlar. Olub məncə olub. Çünki biz nəyə görə deyirəm, YouTube-da elə videolar çıxır qabağıma ki, köhnədən paylaşılmış amma süni intellekti. Bəzən kinolarda falan da süni intellektdən istifadə olunub əvvəllər. Winston boz kompakt ver bir dənə. Buyurun. Mən göy kompakt dedim. Niyə boz verdin? Ay Yalancının lap elə kassillərə buradan həqiqətən də səbir diləyirəm. Allah canınızı sağ eləsin. Süni intellekt videolarına baxdım. Elə bir ki, əsl videolara baxdım. Allahın da olsun. Bir videomuzun da sonuna gəldik. Ümid edirəm xoşunuza gəldi. Xoşunuza gəldisə like atıb kanala abunə olmayı belə verilişə. Mən axı 11 ildir. 11 ildir Azərbaycan da öyrənməyə çalışıram. Öyrənə bilməmişəm. Nəysə, indiyə kimi öyrənməmişəmsə bundan sonra da daha gecdir. Başımı buraxın. Sağ olun, özünüzə yaxşı baxın.